Məşhur estetik cərrahlarla bağlı Səhiyyə Nazirliyinin özəl açıqlaması var. Ajansın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, hal-hazırda estetik cərrahlarla bağlı təftiş komissiyasının işi yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, indiyədək sertifikasiyası ləğv olunan tanınmış estetik cərrahlar arasında aşağıdakı adlar var. Dilqəm Məhərrəmov, Baku Medical Plaza Klinikasının plastik cərrahı, Nərgiz Əhmədova, Medilux Klinikasının plastik cərrahı, Sevinç Heydərova, International Medical Center, Könül Ağamirova, Milan VIP Hospital, Şövkət Əliyeva, Azər Türkmed, Təbəssüm Qurbanova, Azər Türkmed, Bəhicə Kərimova, Rəna Quliyeva, Enara Salmanlı digər klinikalarda fəaliyyət göstərən cərrahlar. Azərbaycanda bir neçə estetik cərrahın sertifikasiyasının ləğv edilməsi ilə bağlı məsələyə ictimaiyyətin diqqəti mərkəzində qalmaqda davam edir. Məlumata görə bəzi həkimlərin sertifikasiya şəhadətnamələri ləğv olunub və digərlərinin sertifikasiya müddəti isə ümumiyyətlə başa çatıb və hazırda onlar sertifikasiya ala biliblər və ala bilməyəcəklər. Bu da Səhiyyə Nazirliyinin açıqlamasından sonra məlum olacaq. Hazırda bu istiqamətdə araşdırmalar davam edir. Prosesin nəticəsində hansı həkimlərin rəsmi olaraq fəaliyyətinə icazə verilib-verilməyəcəyi də yaxın günlərdə bəlli olacaq. Qeyd eləmək istəyirəm ki, bu qərarlar həkimlərin peşə fəaliyyətinə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qəbul olunub və hal-hazırda Baş Prokurorluq tərəfindən araşdırmalar davam etdirilir. Xatırladaq ki, qeyd olunan proses həm pasiyent təhlükəsinin təmin olunması, eyni zamanda həm də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədi daşıyır. Təftişin yekun nəticələri və cərrahlarla bağlı qərarlar yaxın müddətdə açıqlanacaq. Səhiyyə Nazirliyi isə vətəndaşlara yalnız lisenziyalı və sertifikatlı mütəxəssislərə müraciət etməyi tövsiyə edir. Qeyd eləmək istəyirəm ki, biz bu xəbəri paylaşandan sonra şərhlərdə amma bəzi insanlar yazırdılar ki, bəzi izləyicilər qeyd elədilər ki, həkimlərdən biri məsələn Dilqəm Məhərrəmov hal-hazırda cərrahi əməliyyatını davam elətdirir, cərrahi əməliyyatı aparır və o klinikada fəaliyyətini davam etdirir. Bu şərhlərdə qeyd olunmuşdu, amma bizdə olan məlumat da rəsmi məlumat buydu ki, hələ də Dilqəm Məhərrəmov öz sertifikasiyasını yeniləyə bilməyib.